Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə təşkil olunan ənənəvi yürüşdə Dövlət Gömrük Komitəsinin əməkdaşları da iştirak ediblər. Yürüşün iştirakçıları dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Əliyev zirvəsinə qalxaraq ümummilli liderin barelyefini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar. Dövlət Gömrük Komitəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağac əkmə aksiyasında iştirak ediblər. Hər iki qurumun əməkdaşlarının və ekokönüllərin iştirak etdiyi aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində Abşeron rayonunun iqlim şəraitinə uyğun zeytun və şam ağacları əkilib. Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 16-cı könüllü gömrükçü dəstəsinin üzvlərinə sertifikatlar verilib. Tədbirdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən könüllü hərəkatının formalaşmasından, eləcə də gömrük sistemində yaradılan könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs edilib. Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib. Tədbirdə gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikasında tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri, Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət qaydaları və ekspertiza prosesinin təşkili və digər mövzularda təqdimatlar nümayiş etdirilib. 2026-cı il 1 iyun tarixindən etibarən e-Customs.gov saytında və Smart Customs tətbiqində elektron ticarət bəyannaməsi xidmətindən asan imza, sima və ya MyGov QR vasitəsilə istifadə etmək mümkün olacaq. Gömrük rəsmiləşdirilməsini daha sürətli şəkildə tamamlamaq üçün 1 iyun tarixinə qədər asan imza, sima və ya MyGov QR sistemlərindən birində qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.